Salam, hər vaxtınız xeyir. Kanalıma xoş gəldiniz. Əlbəttə ki, dərslərimiz davam edir. Bugün ikinci dərs olan deməli, nəqliyyat vasitəsinin dövlət qeydiyyatıdır və digər məsələn hansı orqanlarda aparılır və necə onların idarə edilməsidir, yol hərəkət iştirakçılarının vəzifələridir, hüquqlardır. Bu haqda danışacağıq. Vaxt itirmədən keçək ikinci dərsimizə. Burada konspektləşdirmişəm. Bu üzrə davam edək, əlavələri də qeyd edək. Deməli, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı. İlk öncə bunu yadda saxlayaq ki, nəqliyyat vasitəsini biz almışıqsa, rəngini dəyişdirmişiksə, vərəsəlik yolu ilə kimdənsə bizə qalıbsa, başqa ölkədən gətirmişiksə, yəni hər bir halda bu nəqliyyat vasitəsi mənim əlimə gəlib çatıbsa, mən bunu qeydiyyata saldırmalıyım və bu 10 gün müddətində olmalıdır. İstənilən halda 10 gün müddətində aparıb bunun qeydiyyatını etməliyim. Deməli, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi verilir. Habelə nəqliyyat vasitəsinin qoşqu, yarım qoşqunun qeydiyyatı sahibinin adına aparılır. İndi bu nə deməkdir? Yəni ki, nəqliyyat vasitəsində biz deməli qeydiyyata alırlar və yarım qoşqu varsa onu da ayrıca olaraq qeydiyyata alırlar həmin sahibin adına. Və bir də əgər kollektiv mülkiyyətdə olan bir nəqliyyat vasitəsini biz qeydiyyata alırıqsa, məsələn şirkətin maşınıdır da, kollektivdir, bütün şirkətə aiddir hər şəxsə. Bunu artıq bir şəxsin adına qeydiyyata aparılır. Və qeydiyyat aparıldıqdan sonra nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin şəhadətnaməsi və dövlət qeydiyyat nişanı verilir. Və yəni nömrəsi verilir və bir şəhadətnaməsi verilir. Təbii ki, bura qədər başa düşdük. İkinci keçək, nəqliyyat vasitəsinin qeydiyyatı hansı orqanlarda aparılır? Əgər hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitəsidirsə, məsələn avtomobildir, yük avtomobildir, bunlar, sonra avtobuslardır və mühərrikin işçi həcmi 50 kub santimetrdən daha çox olanlardır. Yəni bura motosikletlər də aiddir təbii ki. Maksimal sürəti 50 kilometrdən artıq olanlar. Bu tipli nəqliyyat vasitələri artıq bunların qoşquları da həmçinin Dövlət Yol Polisi İdarəsində qeydiyyatı aparılır. İndi kimlər Dövlət Yol Polisi İdarəsində qeydiyyat aparıldı? Deməli, avtomobillər, yük avtomobilləridir, motosikletlərdir. Sonra 50 kubdan daha çox olanlar yadınızda kvadrosikllar da var idi. 50 kilometrdən artıq sürəti olanlar. Bu şəkildə bunlar Dövlət Yol Polisi İdarəsində aparılır. Amma bundan başqa tramvaylar və trolleybuslar Nəqliyyat Nazirliyində 50 kilometrdən bax artıq olan yazıb yuxarıda. Artıq biz bilirik ki, traktorlar 30 kilometrdir. Ona görə 30 yoxsa 40 kilometr idi. Yəni aşağı idi də. Ona görə traktorlardır, meşə kənd təsərrüfatıdır. Bunlar hamısı Kənd Təsərrüfatı Nazirliyində. Texnoloji nəqliyyat vasitələri, küçələrin yuyulmasında, təmizlənməsində işlənən vasitələr. Bunlar müvafiq icra hakimiyyəti orqanlarında, idmanda istifadə olunan maşınlar İdman və Turizm Nazirliyində, sonra Silahlı Qüvvələrin maşınları Müdafiə Nazirliyində, bu müvafiq orqanlarda və yaxud da Müdafiə Nazirliyində deyə bilərik də, qeydiyyata aparılır. Deməli, dedik ki, nəqliyyat vasitəsinin qeydiyyatı əldə edildiyi vaxtdan 10 gün ərzində, yaşayış yeri və hüquqi şəxsin yer dəyişdiyi halda 10 gün ərzində, yenə nəqliyyat vasitəsinin ipoteka müqaviləsi bağlandığı vaxtdan 10 gün ərzində, yəni istənilən halda sənə nə versin, sən bilməlisən ki, 10 gün müddətində aparıb bunun qeydiyyatını eləməlisən. Yəni bu avtomobil sənindirsə 10 günə bunun qeydiyyatı olmalıdır. Bu 10 gün bizim yadımızda qalmalıdır. Gün. Yazılanmadım. 10 gün. Bu belə. Sonra gəldik aşağıya. Nəqliyyat vasitəsinin mühərrik, şassi nömrələri yenə də dəyişdirildiyi halda, rəngin dəyişmisənsə, bu halda yenə də qeydiyyata keçirilir 10 gün ərzində yenə və qeydiyyatda keçirmək daimi uçota alınmalıdır. Plus, nə deyir burada qeyddə? Deməli, vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asan mühərrikli velosiped, moped, motosikletlər isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alır. Cümlə çox qəribə və maraqlıdır. Deməli, nə deyir burada? Buradan belə başa düşürük ki, yəni belə yadda saxlayırıq ki, 18 yaşı varsa bu adamın hər şeyi özlərini qeydiyyata ala bilər. Həm velosipedi, həm mopedi, motosikleti, həm avtomobili, həm yük maşınını. Yəni 18 yaşında olan şəxs qeydiyyata ala bilər. Amma əgər vərəsəli plus da 18-dən aşağıda ala bildikləri var. Məsələn, avtomobili 16 yaşında öz qeydiyyatını ala bilməz, amma asma mühərrikli velosipeddir, mopeddir, motosikletdir. Bunu 16 yaşında artıq öz
deməli, adına qeydiyyata ala bilər. Yəni, bu 3 dənəni 16 yaşından öz qeydiyyatına ala bilər, amma avtomobili varsa bu adamın gözləməlidir ki, 18 yaş olsun. Amma vərəsəlikdən buna qalıbsa, məsələn, tutaq ki, bir yaxını bunu, 16 yaşı var bu uşağın və bunun bir nəfər bu yaxını buna avtomobil qoyub gedibdir. Vərəsəliklə ötürüb bunun adına. İndi həmin adam, bu 16 yaşındakı insan, o nəqliyyat vasitəsini öz adına keçirə bilməz. O avtomobili öz adına keçirə bilməz. O zaman o artıq qəyyumudur, valideynləridir. Bu kimi hüquqi şəxslərin adlarına keçirəcək bu nəqliyyat vasitəsini. Son 18 yaş tamam olduqda isə həmin yenidən onların adını yenidə öz adına qaytarıb keçirə bilər. İndi 16 yaşında bu ada keçirilibsə, indi həmin bu avtomobilin satılması və digər prosesləri də həmin qəyyumun icazəsi olmadan artıq necə deyim, həyata keçirə bilməz o satılmasıdır və digər dəyişdirilməsidir və s. Yəni, demək istəyir, bax, burada o cümləni nəzərdə tutur. Mən bu cümləni anlamaqda biraz çətinlik çəkdim. Amma burada onu demək istəyirmiş ki, vərəsəlik üzrə alınan nəqliyyat vasitəsini 16 yaşda öz adına keçirə bilməz, qəyyumun adına keçirə bilər. Amma qalan bütün nəqliyyat vasitələrini 18 yaşda öz adına keçirə bilər, 16 yaşda da bu 3 dənəni öz adına keçirə bilər. Bu, ümid edirəm ki, hər kəsə aydın oldu. Gələk bu. Digər hissəyə. Bu maddənin 2-ci və 3-cü hissələri nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və sərəncamı vermə hüququ və digər şəxslər tərəfindən müvafiq sənədlər verildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban şasi nömrələri, habelə rəngini tutuşturmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə. Sənədlərin həqiqiliyi şübhə doğurduğu müstəsnalda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatına aparılması və daimi usulda alınmasının, nəqliyyat vasitəsinin nəqliyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirilməlidir. Bu nə deyir bu uzun cümlədə? Burada demək istəyir ki, əgər biz aparmışıqsa qeydiyyata, bunlar başlayırlar bunun şasi nömrəsidir, ban nömrəsidir, mühərrikidir, rəngidir. Yəni bu sənədləri hamısını tutuşturmağa. Əgər tutuşturdular, hər şey qaydasındadırsa 30 dəqiqə müddətində qeydiyyata alırlar, sənədlərimizi bizə verirlər, əla. Amma yox, artıq rəngində, şasi nömrələrində, ban nömrələrində fərqlilik varsa, bu maşının yəni oğurluq olduğu şübhə doğurur da. O zaman o bir gün ərzində artıq o sənədlər yoxlanmağa başlayır. Və bizim sənədlərimiz bizə geri qaytarılmağa bir gün çəkir. Bu şəkildə. Daha sonra isə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir, yəni müraciət edilənə. Və aradan qaldırıldıqdan sonra yenidən avtomobil dövlət qeydiyyatına alınır. Yəni dövlət qeydiyyatı aparılır. Dövlət qeydiyyatına aparılması üçün hansı sənədlər təqdim edilməlidir? Müraciət edən ərizə təqdim etməlidir, şəxsiyyət vəsiqəsini təqdim etməlidir, nəqliyyat vasitəsinin sahibliyini təsdiq edən sənədi təqdim etməlidir, müəyyən rüsumları var əlbəttə ki, bu rüsumları ödəməlidir qeydiyyat üçün və nəqliyyat vasitəsi üçün gömrük orqanının verdiyi icazə sənədidir, əgər başqa ölkədən gətiribsə, bunu xarici ölkədən gətiribsə, dövlətin həmin nəqliyyat vasitəsini əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənəddir, qeydiyyatı və ya tranzit nişanlardır. Bunların hamısını təqdim etməlidir. Xarici ölkədən gətirəndə əlbəttə ki, onun nömrəsidir, qeydiyyatı sənədidir, icazə sənədləridir. Bunlar hamısı təqdim olunur, ondan sonra digər ölkənin qeydiyyatına alınır. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatını keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını, sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsinin həvalə edildiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatı həyata keçirən orqana verməli. Həmin məlumatlar dəyişdikdə isə onları 3 gün ərzində yenilənməlidir. Biz bilirik ki, maşın nömrəsini yazanda həmin insanın, maşın sahibinin deməli, öz şəxsi telefon nömrəsi də çıxır. Yəni, müvafiq orqanlarda. Deməli, biz maşının nömrəsini əslində öz şəxsi telefon nömrələrimizə də, yəni, qeydiyyatına aparılır. Yəni, əgər bir dəyişmişiksə bunu 3 gün ərzində yeniləməlidirlər. Yəni, gedib məlumat verməlidirlər ki, yenilənsin. Qeydiyyat şəhadətnaməsi hansı hallarda dəyişdirilir? Əgər nəqliyyat vasitəsinin sahibinin soyadı, adı, atasının adı dəyişibsə dəyişilər. İtdikdə, yararsız hala düşdükdə dəyişilər. Bunların ikisi də, yəni ad, soyad, ata adı dəyişəndə də, yararsız hala düşəndə də rüsumla dəyişdirilir. Yəni qeydiyyat şəhadətnaməsi ikinci dəfə veriləndə rüsumla verilir. Amma əgər sənə şəhadətnamə verirlər və sənin adını səhv yazıblar sonra, soyadını səhv yazıblarsa, o zaman sən onu aparıb təqdim edəndə ki, burada səhvlik var da, düzəldin. Onda artıq pulsuz bir şəkildə, yəni yazılarda diqqətsiz olduqda pulsuz bir şəkildə özləri dəyişib verilir. Çünki bu onların səhvidir də artıq. Amma sənin öz səhvin olanda və yaxud da ki, force major hallar olanda burada artıq rüsumla dəyişilmə baş verir.
Sonra nəqliyyat vasitəsinin aşağıdakı müddətlərdə texniki baxışı həyata keçirilir. Deməli, taximotor dediyimiz bu texniki baxış odur. Taximotor nə vaxt olur? Dövlət yol polisindən başqa orqanlarda qeydiyyatdan keçən nəqliyyat vasitələrinə, avtobuslara, maksimum 3,5 tondan artıq olan yük avtomobillərinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı, texniki təhlükəsizlik və uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə ildə bir dəfə, yəni demək istəyir ki, burada avtobusdur, 3,5 tondan artıq olan yük avtomobilidir. Yüklərin daşınması üçün məsələn tranzit həyata keçirən texniki vasitələrdir. Böyük nəqliyyat vasitələri deyək də, böyük. Bunlara ildə bir dəfə texniki baxış olmalıdır. Məsələn avtobusdur da, yəni bunun işi ciddidir. İldə bir dəfə o texniki baxışdan keçməlidir. İkinci, dövlət yol polisində qeydiyyatdan keçən nəqliyyat vasitələrinə bu maddənin 6-cı hissəsinin 1-ci bəndində göstərilən istisna olmaqla istehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə ildə bir dəfə texniki baxışdan keçirməsi üçün nəqliyyat vasitəsinin sahibi yəni texniki baxışdan keçirilməlidir belə deyək. İndi gəl bunun misallarından deyək. Məsələn, testlərə necə düşə bilər? Tutaq ki, nəqliyyat vasitəsini almışıq artıq 10 ildir. 10 ildir bu nəqliyyat var. 10 il deməyək, 30 il deyək. 30 il daha yaxşı olar deyək. Məsələn, 30 ildir bu nəqliyyat vasitəsini almışam mən. 30 ildir. 30 ildirsə, əgər bu avtobusdur, böyük yük maşınıdır, 3,5 tondan artıqdırsa, onda bu neçə dəfə qeydiyyatdan keçibdir? Ya daha doğrusu taximotordan keçibdir. Taximotordan nə vaxt keçibdir texniki baxışdan? 30 dəfə. Çünki ildə bir dəfə keçirilməli idi. Demək, bunlar da 30 dəfə keçəcək. Sonra, keçən nəqliyyat vasitəsinin deməli, avtomobildirsə, məsələn, burada deyək ki, birinci bənd, yəni bunlar istisna olmaqla, yük avtomobil deyil də, normal avtomobildir. Avtomobildirsə, deməli, istehsal olunduğu vaxtdan 4 il keçdikdən sonra 2 ildə bir dəfə, indi bu 30 ili belə yazaq da, tutaq ki, 2000-ci il deyək. 2000-ci ildə istehsal olunubdur. 2000-də istehsal olubdur. 2004-də bunun birinci deməli texniki baxış olacaq. 4 il keçdikdə 2 ildə bir dəfə. Deməli, belə deyək, 2004-də bir dəfə olacaq, sonra 2005-də olmayacaq, 2006-da da 2 ildə bir dəfə, yəni 2006-da da bir dəfə olacaq, deməli 2 il keçdi axı. 2006-da da bir dəfə, plus qoyaq. Sonra istehsal 10 il keçdikdən sonra, bax, hələ 10 il keçməyib. 10 il keçməyib, deməli 2008-də də bir dəfə, 2 ildən sonra yəni. Sonra 2010-da da bir dəfə qeydiyyatdan, texniki baxışdan, niyə qeydiyyat deyirəm mən bu cümləyə? Mən bunu niyə qarışdırıram? Ad qeydiyyatda deyəm. Texniki baxışdan keçirildi 2010-da. Artıq 10 il keçdikdən sonra isə hər il qeydiyyatdan keçiriləcək. Yəni, qeydiyyat deyirəm mən də, texniki baxışdan keçiriləcək. Texniki baxışdan keçiriləcək. Deməli, bu 30 il müddətində 2030-a qədər, nə qədər vaxtı geridə qaldı mı? 2030-a qədər. Yerdə nə qədər vaxtı qaldı? 10 ili getdi, yerdə 20 il qaldı. Düzdür? 20 il qaldı. Deməli, ildə bir dəfə keçiriləcəyinə görə 20 dəfə 2030-a qədər keçiriləcək artıq. Plus. Ondan əvvəlki 1, 2, 3, 4 dəfə də ondan əvvəl. Deməli, bu 24 dəfə artıq texniki baxışdan keçirilmiş olacaq. Bu şəkildə hesablamış olacaq. Yəni, mən bu cür anladım. Ümid edirəm ki, hər kəsə aydın oldu. Yəni, əgər avtomobil istehsal olunubsa, 4 ildən sonra bir dəfə, 4 il keçəndən sonra 2 ildə bir dəfə, yəni 2006-da, 2008-də, 2010-da, sonra 10 il keçəndən sonra artıq 2010-un 10 ildə də istehsal olunubdur. 10 il keçibdir. 10 ildən sonra isə ildə bir dəfə, 2030-a qədər də 20 dəfə sayılır da. İldə bir dəfə, yəni 20 dəfə bu qeydiyyatdan keçəcək. 20-nin üstünə əvvəlki 4-ü gələndə, deməli bu 30 il, avtomobili əgər 30 ildir
sıfır avtomobil alıbsa 24 dəfə də bunu qeydiyyatdan keçiribdir deyə, qeydiyyat deyirəm yenə də, texniki baxışdan keçirilibdir. Nə olub mənə bugün? Texniki baxışdan keçiriləcək. Az qalıram videonu təzədən çəkəm. İmeyini bu səhvə görə. Texniki baxış qeydiyyat. Ad qeydiyyatdır deyə deyəmirəm. Deməli, gələk ikinci hissəyə. Bu hissə aydındır, ümid edirəm. Yəni, aydın olmasa aşağıda yorum hissədə yaza bilərsiniz. Texniki baxışın keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermə hüququ olan şəxs müvafiq orqana nəqliyyat vasitəsi və aşağıdakı sənədləri təqdim etməlidir. Yəni, texniki baxış üçün hansı sənədlər lazımdır? Nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi, yəni, nə deyirik buna? Sürücü vəsiqəsi. Sonra qeydiyyat şəhadətnaməsi, texniki baxışa dair dövlət rüsumunun ödənilməsi barədə sənəd, rüsum ödəyirik, icbari sığorta şəhadətnaməsi. Bunlar veriləcək və texniki baxışdan keçiriləcək bu avtomobil. Sonra, nəqliyyat vasitələrinin texniki baxışdan keçirdikdən sonra texniki baxışa görə elektron talon tərtib olunur və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə qeyd olunur bu talon. Bu talon, deməli, informasiya sisteminə yəni müasir dövrdə bildiyim qədər qeyd olunur. Əvvəllər bu avtomobilin sağ küncünə yapışdırılırmış, deyə bilirəm. Beynəlxalq yük və sərnişin daşımada iştirak edən nəqliyyat vasitələrinə isə kağız formada texniki baxış talonu tərtib edilir. Nəqliyyat vasitəsinin texniki baxış və meydançasına aparmadan əvvəl rüsum ödəməklə yerindəcə texniki baxışdan keçirmək mümkündür. Yəni, harasa aparmadan da elə yerindəcə texniki baxışdan keçirə bilər bunu müvafiq şəxslər. Nəqliyyat vasitəsinə ipotekaya yüklü olması nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd edilir. İpoteka bitəndən sonra da, texniki baxışdan sonra bu deməli sənəddə ipotekanın bitdiyini də qeyd edirlər. Yəni, ləğv edilir də ipotekası. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının avtomobillərdə arxada və qabaqda, motosikletlərdə, traktorlarda və ya qoşqularda isə yalnız arxa hissədə müəyyən edilmiş yerlərdə bərkidir. Dövlət qeydiyyat nişanı yəni nömrəsidir. Nömrə harda olur? Avtomobillərdə bilirik ki, həm öndə, həm arxada olur. Eyni şəkildə motosikletlərdə, traktorlarda, qoşqularda isə ancaq arxada olur. Avtobuslarda isə bildiyim qədər həm öndə, həm də arxada deməli bu nömrələr yazılmış olur. Sonra yol hərəkəti iştirakçılarının avtomobillər deyəndə yük avtomobildə nəzərdə tutulur. Yük avtomobildə avtobusdur, bunlar sayılır. Yəni burada gördüklərimizdən başqaları. Yol hərəkəti iştirakçılarının təhlükəsiz və rahat yolda hərəkət şəraitinə malik olmaq, yolları, küçələr, meydanları, dəmir yol keçidləri təhlükəsizliyin tərəfinə olumsuz nəticə dəyişmiş zərərin ödənilməsini tələb etmək hüquqları var. Bax, bu biri var vəzifə, biri var hüquq. Deməli, vəzifə odur ki, sən eləməlisən. Bir yol hərəkəti iştirakçısı nə etməlidir? Əvvəlcə digərlərin həyatı üçün təhlükə yaratmamalıdır. Yolları təmiz saxlamalıdır, təbii ki. Sonra qəza törətməməlidir, qəzadan qaçmalıdır. Bu, onun vəzifələridir. Hüquqları isə artıq rahat yolda hərəkət şəraitinə malik olmaq. Yəni, kimsə əgər sənə maneə törədirsə, küçədə, meydanda, dəmir yol keçidlərində hərəkətliyin təhlükəsizliyi pozulursa, sənin hüququn var ki, bu ya da zərər törədirsən, yəni sənin avtomobilinə. Bu zaman hüququn var ki, ondan bu zərərin ödənilməsini tələb edəsən. Plus, icra hakimiyyəti orqanları və yol sahibləri qüvvədə olan qanunverici pozduqda onların hərəkətlərində inzibati qaydada və məhkəməyə şikayət etmə hüququ var. Yəni, nə olsun ki, bu icra hakimiyyəti orqanlarının işçisidir, yol sahibidir, gəlib sənin avtomobilinə sənə zərər verərsə və yaxud da ki, qaydaları pozarsa, sən o zaman onu məhkəməyə şikayət edə bilərsən. Bu da sənin hüququndur. Sonra, hidrometeorologiya, yol, kommunal və başqa təşkilatlarda yol hərəkəti şəraiti haqqında məlumat almaq. Yəni, havanın necə olacağını zəng edib biz hidrometeorologiyadan soruşa bilərik, kommunaldan və başqa təşkilatlardan, yəni harasa səyahətə gedirik, soruşa bilərik bunu, yol haqqında. Zəng edib, məsələn, Şəkiyə gedirsən, zəng edib müvafiq yerlərdən soruşa bilərsən də, orada yollar necədir, gedib gəlmək mümkündür ki və s. Hidrometeorologiyadan havanı soruşa bilərsən. Bu sənin hüquqlarındır. Vəzifən deyil ha, hüququndur. İndi sürücünün vəzifələrindən danışaq. Konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik kəməri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı, sərnişinlərin də kəməri bağlanmasını təmin etməlidir. Amma kimlər kəməri bağlaya bilməz? 12 yaşına dəqiq uşaqlar kəməri bağlamasa da olur.
Amma necə? Məsələn, bunun bir yaşlı şəxs, yəni kəməri bağlamış yaşlı şəxs öz qucağında onu deməli saxlamalıdır. Hamilə qadınlar, sürücülüyü öyrənən şəxs, öyrədən yox, öyrənən şəxs. Tutaq ki, bir nəfər ona sürücülüyü öyrədir, digəri isə öyrənir. Öyrənən şəxs, yəni bağlaması da olar. Amma öyrədən, yəni yanında oturan sərnişin qismində o bağlamalıdır artıq. Nəqliyyat vasitəsini idarə edərkən onu öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin. Mən səhv bilmişəm. Deməli, sürücülüyü öyrənən şəxs bağlamalıdır. Öyrənən şəxs, yəni sürücü bağlamalıdır. Amma onu öyrədən şəxs onu kəməri bağlamamalıdır. Bağlamaya da bilər yəni. Yəni buna icazəsi var ki, yanında oturan sərnişin qismində o sürücülüyü öyrədən şəxs kəməri bağlamasın. Yəni əgər ani manevr olarsa qarşısını ala bilsin yəni. Yaşayış məntəqələrində isə bunlardan başqa operativ nəqliyyat vasitəsi sürücülərinin, sərnişinlərinin kəməri bağlamamasına yol verilir. Operativdə də kəməri bağlamamaq olar. Motosikletdə isə motoşilemi düymələməli və sərnişinlərin də motoşilemi düymələməsini təmin etmək lazımdır. Bu şəkildə bu da deməli kəməri bağlamaqla bağlı. İndi burada nə anladıq? Anladıq ki, biz sürücü kəməri bağlamalıdır. Qabaqda və arxada oturan sərnişinlər də kəməri bağlamalıdır. Amma kim bağlaya bilməz? Hamilə qadın bağlamasa da olar, bayanı. Sonra 12 yaşındakı uşaqlar bağlamasa da olar. Bir şərtlə ki, 12 yaşındakı uşağı qucağına almış şəxs kəməri bağlasın. Və sürücülüyü öyrənən şəxs, yəni avtomobilin sükanın arxasında olan şəxs bağlamalıdır. Amma onu öyrədən şəxs deməli bağlamasa da olar. Sonra yaşayış məntəqələrində də operativ nəqliyyat vasitəsinin sürücüləri deməli və sərnişinləri bağlamasa da olar kəməri. Və bir də maşını geriyə verərkən deyəsən kəməri bağlamasan da olardı. Elə bir şey bilirdim ki, maşın geriyə hərəkət edərkən kəməri açmaq olar. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini ona əvəz edən xüsusi arayışı nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsini, taxoqrafın yoxlanılması haqqında şəhadətnamə və daşınma yükləri dairəti sənədləri daim özündə saxlamalıdır. Bunu bilirik də, yəni özümüzdə olar ki, şəhadətnamə olar, vəsiqə olar, taxoqraf bilirdik də, bu beynəlxalq hərəkət edən yük maşınlarında olurdu. Yüklərin sənədləridir, özümüzdə olmalıdır. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi hərəkət etdikdə nəqliyyat vasitəsinin hərəkəti istiqamətinə qarşı burada istiqamətinə qarşı mən 2 dəfə yazmışam. Piyadanın vəzifələri nədir? Yaşayış məntəqələrindən kənar yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitəsinin istiqamətinə qarşı getməli. Əlilliyi olan şəxs üçün mühərriksiz arabalarda hərəkət edən motosiklet, moped, kiçik nəqliyyat vasitələri, velosiped aparan şəxslər belə hallarda nəqliyyat vasitəsinin hərəkəti istiqamətində getməlidir. Və tutaq ki, bu bir deməli piyadadır, avtomobillər hara gedir? Bu formada getməlidir. Düzdürmü? O artıq belə yolun elə tərəfini seçməlidir ki, o da bu istiqamətə gedir də, bu da piyadamız. Piyada avtomobillərin hərəkət istiqamətinin əksinə getməlidir. Yəni avtomobil gələrkən piyadanın üzünü görməlidir bu şəkildə, bir-birlərinin üzünü görəcək. Amma əgər bu mühərriksiz arabada hərəkət edirsə bu şəxs, motosikletdə, mopeddə, velosiped aparan şəxslər belə hallarda nəqliyyat vasitəsinin hərəkəti istiqamətində. Onlar isə tutaq ki, velosiped aparır bu adam, arabadadır, motosiklet aparır, moped. Bunlar artıq nə edəcək? Nəqliyyat vasitəsinin hərəkəti istiqamətində gedəcək. Yəni aparan şəxslər artıq onlar da nə edir? Hərəkət istiqaməti. Yolun bu tərəfi ilə bu istiqamətdə. Eyni istiqamətə, hərəkət istiqamətində hərəkət edir. Sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir. Vəzifələrindən biridir. Bu da piyadanın mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitəsinin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfi ilə bir sırada 4 nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Yəni, verdikdə bir sıramdır bu. Burada 4 nəfər olmalıdırlar.
mütəşəkkillə girib dəstə şəklində gedirlərsə bunlar. Dəstənin qabağında və arxada sol tərəfdə müşahidçilər olmalıdır. Onlar əllərində qırmızı. Gündüz vaxtısa sol tərəfində və harda? Sol tərəfdə müşahidçilər olmalıdır. Qabaqda, arxasında, sol tərəfdə. İndi sol obrazda burada bir müşahidçim olacaq, əlimdə qırmızı bayraq. Arxada bir müşahidçi olacaq, əlində qırmızı bayraq. Bunu da qırmızı eləyək ki, qırmızı. Deməli, gündüz vaxtı nə edəcək? Əllərində qırmızı bayraq tutan müşahidçilər olacaq. Gecə vaxtı bəs nə olacaq? Gecə vaxtı ön tərəfdə qırmızı, arxa tərəfdə ağ olmalıdır. Qabaqda ağ, səhv deyil. Deməli, gecə vaxtı isə qabaqda ağ, göstərmir. Məntiqdən çəkməyə çalışıramsa artıq. Arxa tərəfdə isə qırmızı nə olmalıdır? Fənər olmalıdır. Deməli, gecə vaxtı da bunu bu şəkildə gecə vaxtı da bu şəkildə olacaq. Deməli, mütəşəkkil dəstə nə etməlidir? Sutkanın gündüz vaxtıdırsa, nəqliyyat vasitəsinin hərəkət istiqamətində sağ tərəfdə bir sırada 4 nəfərdən artıq olmamaq şərti ilə hərəkət eləməlidirlər. Sol tərəf, həmin bu deməli, nəfərlərin sol hissələrində, qabaqda və arxada müşahidçi olmalıdır. Bu müşahidçilərində qırmızı bayraqçıq aparmalıdır. Gündüz vaxtı. Gecə vaxtıdırsa öndəki ağ işıq, ağ, arxadakı isə qırmızı işıq tutaraq, avtomobil işıqları kimi də ön ağda, arxası qırmızıdır axı. O şəkildə ağ faralar, arxada qırmızılar. O şəkildə deməli, öndə ağ, arxada isə qırmızı işıqları tutaraq hərəkət edə bilərlər. Sonra uşaqlar deyir, dəstə halında yalnız sutkanın işıqlı vaxtı. Bax, mütəşəkkil dəstə həm qaranlıqda, həm işıqda hərəkət edə bilər. Amma uşaqlar varsa, ancaq sutkanın işıqlı vaxtı hərəkət edə bilər. Uşaqdır da, qaranlıqda uşaqları aparırıq. Deməli, yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə, səki yoxdursa piyada yolu ilə və bunlar olmadıqda isə yolun çiyini ilə aparılmağa icazə verilir. Yolla aparmaq olmaz yenə də. Velosiped və moped sürücülərinə qadağandır. Nə? Sükanı tutmadan təhlükəsizlik tədbirlərindən istifadə qaydalarını pozmaqla hərəkət etmək. Velosiped və mopedin uzunu və ya eni üzrə qəbərti 0,5 metrdən artıq kənara çıxan və ya velosipedi, mopedi idarə etməyə mane olan yük aparmaq. Böyük yüklər aparmaq da. Velosiped yolu olduğu halda onun yanındakı yolla hərəkət etmək yalnız velosipedçilərə şamil edilir. Tramvay hərəkəti olan yollarda və ya həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək. Deməli, bax bu dördüncü hər yerdə mənim qarşıma çıxır. Bunu başa düşmək üçün indi alın tər tökəcəyik ki, nə demək istəyir burada. Bunların hamısı bizə aydındır da. Yəni, təhlükəsizlik qaydalarına riayət etməlidir, böyük yük aparmamalıdır. Yəni, velosiped yolu varsa, niyə yola çıxıb? Yəni, velosiped yolu varsa, o yoldan hərəkət etməlidir. Gəlib avtomobil yolunda hərəkət etməməlidir. Bir də deyir ki, tramvay hərəkəti, tutaq ki, bu yoldur. Burada da tramvay xəttim var mənim. Bu nə zaman bu xəttə çıxa bilməz? Deyir ki, olan yollarda eyni həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda, bax, tutaq ki, burada tutaq ki, zolaq neçədə nədir? Mən artıq bir zolaq çəkmişəm də, belə deyək. Bir dənə də belə çəkeyim. Deyək ki, burada 2 zolaq olsun. 2 dənə zolağım var burada və burada da bir dənə velosiped gedir. Burada gedir ya da burada gedir, fərqi yoxdur. Gedən velosiped var. İndi bu sola və yaxud da geriyə hərəkət etmək üçün geriyə və yaxud da ki, sola hərəkət eləmək üçün tramvay xəttinə keçə bilməz. Əgər bizdə 2 və artıq zolaq varsa, birdən artıq zolağı varsa, yəni 2, 3, 4 zolaqlı yoldadırsa, velosiped tramvay xəttindən sola dönə bilməz və geri tramvay xəttini belə tapdalayıb arxaya da dönə bilməz, geriyə də gedə bilməz. Sola və geriyə gedə bilməz. Velosipedin bu qadağandır. Allah, bunu testlərdə çox görürdüm. Axır ki, bunu başa düşdüm mən. Deməli, bu belə. Sərnişin daşımaq olmaz velosipedçiyə. Nasaz velosipeddən istifadə etmək olmaz. Velosiped mopedlə birlikdə istimal üçün nəzərdə tutan qoşqunun yedeyə alınması istisna olmaqla velosipedləri yedeyə almaq qadağandır. Bu nə demək istəyir? Deməli, demək istəyir ki, xüsusi qoşqular var velosiped və moped üçün. Onu yedeyə ala bilər, yoxsa belə bunlar üçün qoşqulara icazə yoxdur. Eyni şəkildə velosipedlərlə, mopedlərlə yedeyə almaq qadağandır. Velosipedlərə və mopedlərə yedeyə
Bir rəng yedəyə ala bilməzlər. Yəni velosipedi və yaxud da velosiped mopedi, eyni şəkildə moped, velosipedi və yaxud da mopedi yedəyə ala bilməz. Yedəyə alması qadağandır bunların. Əla. Əla. Mexaniki nəqliyyat vasitəsinin sürücüsünə qadağandır. Nəqliyyat vasitəsinin qapıları bağlanmamış vəziyyətdə yerindən tərpə etmək və onun hərəkəti zamanı qapıları açmaq. Nəqliyyat vasitəsini telefon əldə saxlamaqla istifadə etmək. Sükanı əlində buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək. Bax, bu cümlə gəlir düşür imtahanı. Bu nə deməkdir? Sükanı əldən buraxmaq heç onu bilirik. Sükanı yəni buraxıb maşını sürmək olmaz. Mühərriki söndürür bu adam. Maşın öz-özünə gedir. Bu olmaz, bu qadağandır. Və yaxud da ki, hündürdədir bu, hündürdədir. Maşın aşağıya doğru öz-özünə gedə bilər də. Hündürdə sən mühərriki söndürə bilmərsən artıq. Nə olsun ki, maşın aşağıya doğru öz-özünə gedir. Sən mühərriki söndürə bilmərsən. Mühərriklə birlikdə, yəni yana-yana getməlidir. Yəni, mühərriki söndürülmüş şəkildə maşını öz xoduna, ətaləti ilə idarə etmək nədir? Sürücüyə qadağandır. Nəqliyyat vasitəsinin təkərlərində və banında yol örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq sürtgü materiallarının, kimyəvi maddələrin, tikinti və digər maddələrin axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etmək. Sürücü olmaz nə? Deməli, yol örtüyünü zibilləyib palçıqlayırsa, yanacaq sürtgü materialları yola tökülürsə, benzin yola tökülürsə, tikinti materiallarını yola tökürsə, bu sürücüyə həmin yolda hərəkət etmək qadağandır. Bu istismarda deyəsən bu suallar var ya, tam qarşısına çıxır. Tanış gəlir mənə. Sürücülük vəsiqəsi aşağıdakı qaydalarda qaytarılır. Yəni, sürücülük vəsiqəsini alırlar, amma nə vaxt və necə qaytarırlar? Əgər nəqliyyat vasitəsinin idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılıbsa, həmin şəxslər nəqliyyat vasitəsini idarə etmək üçün təcrübi imtahan müvəffəqiyyətlə verdiyi gün. Yəni ki, məsələn, məndən sürücülük vəsiqəsini alıblar, amma bir ildən çox da alıblar. Yəni, artıq mən gedib 1 il 6 aydan sonra mənə qaytarırlar onu. Mən gedib artıq o sürücülük vəsiqəsini alsam da istifadə edə bilməyəcəm. Gərək yenidən gedəm, neyiniyəm? Yazıda imtahanı verəm. Yəni, idarə etmə vərdişləri üzrə təcrübi imtahan verəm. Amma bir ildən azdırsa, məsələn 6 aylıq alıblarsa əlimdən o vəsiqəni, onda gedib imtahan verməsəm belə o vəsiqəni qaytarırlar geri, mən də gedib götürürəm və rahat bir şəkildə həmin o cəzanın bitdiyi gün gedib yenidən avtomobili idarə etməyə başlayıram. Bu şəkildə sürücülük vəsiqəsi deməli istifadə etmə qaydaları edilir. Baxın, başqa nə qaldı burada? Kateqoriyalar qaldı. Dövlət qeydiyyat nişanı qaldı. Bu dövlət qeydiyyat nişanı haqqında deyək ki, dedik də avtomobillərdə, yük avtomobillərində, həm avtobuslarda, həm öndə, həm arxada, qoşqularda, motosikletlərdə də arxa hissədə yapışdırılır dövlət qeydiyyat nişanı. Bunların rənginə görə bir-birindən fərqlənir. Dövlət qeydiyyat nişanı əgər qırmızı rəngdədirsə, yəni çəkəkdə belə bir şey deyək. Bu qırmızı rəngdədirsə, o diplomatikdir. Sonra nə bilim təşkilatların bu avtomobillərdirsə, diplomatik təşkilatların o zaman bu nömrə olaraq qırmızı rəngdə verilir. Amma sarı rəngdə verilsə əgər, nömrə baxırsan ki, avtomobildə sarı rəngdədir nömrə. Əgər sarı rəngdədirsə, o zaman bu deməli əcnəbidir, xarici ölkənin vətəndaşıdır. Yəni Azərbaycana xarici ölkə ilə birlikdə, yəni nəqliyyat vasitəsi verilib də buna. Azərbaycanla birlikdə. Cümləni qura bilmədim. Axırına nə oldu mənə? Deməli, əgər qırmızı rəngdədirsə, diplomatik şəxslərin maşınıdır bu, sarı rəngdədirsə, əcnəbi şəxslərin maşınıdır. Yəni ki, Azərbaycandadır, amma əcnəbidir. Müvafiq qurumlar verib ki, idarə etsin. Sonra, mavi rəngdədirsə, nömrə, avtomobil nömrəsi, bu mavi yox, bu mavi rəngdə belə. Mavi rəngdədirsə, mişqam deməyəm kimi. Deməli, mavi rəngdədirsə, o zaman mavi yoxdur, göy rəngdədir. Göy rəngdədirsə, sərnişin daşınmasını istifadə edilən nəqliyyat vasitələridir bunlar. Yəni, avtobuslar deyək, tramvaylar, trolleybuslar da ola bilər. Sonra, ağ rənglidirsə, bu əlbəttə ki, normal bizim aldığımız, yəni Azərbaycan Respublikasının vətəndaşlarına verilən avtomobil üçün nömrədir, qeydiyyat nişanıdır. Əgər burada ağ rəngli, amma
üzərində yaşıl belə bir zolağı olandısa, tranzit TZ yazılır, düşünüyorsun. TR yazılır, TR yazıla bilər. Tranzit. Yəni yük daşımalarda tranzit yük daşımalarda AZ tranzit belə yazılır. Yük daşımalarda verilən nömrədir ki, o ağ rəngdə olur, amma üzərində yaşıl rənglə bir xətt olur. Bu da deməkdir ki, o beynəlxalqdır, yəni başqa ölkəyə gedib gələn maşındır. Belə, bu da nömrələr haqqında. Bir başqana var. Burada. Sonra heç nə qalmadı. Kateqoriyalar qaldı. Onu da kateqoriyaları ayrıca da video olaraq hazırlamağı düşünürəm. Bu heç. Burada dedik. Bu mexanici vəzifələrini dedik. Tərmişinin vəzifələri. Bu qədər. Və bir də motosiklet üçün az öncə motosiklet neymiş? Velosiped üçün az öncə nələr dediksə, hamısı mopedlərə də aiddir və kiçik elektrik nəqliyyat vasitələrinə də aiddir ki, məsələn, onlar da yedeyə almaq olmaz və yaxud da ki 0.5-dən kənara çıxan yükləri daşımaq olmaz və s. Bu qədər. Ümid edirəm aydın oldu hər kəsə. Yəni öyrəndi. Bunun haqqında testlər də hazırlayacağam, atacağım. Baxaq, möhkəmləndirək biliyimizi.